Alt rəqəmli ədədlərin müqayisəsində A-nın yerinə yazıla biləcək rəqəmlərin cəmini tapın. Baxaq. 190.004A2 kiçikdir 190.473-dən. Müqayisə necə eləyəcək? Əvvəlcə 100 minliklər mərtəbəsinə baxaq. Eynidir. 10 minliklər eynidir. Minliklər eynidir. Yüzlüklər eynidir. Deməli, müqayisəyə onluqlar mərtəbəsinə baxacaq. A-nın yerinə 7-dən kiçik nə yaza bilərik? 0, 1, 2, 3, 4, 5, 6. 7-nin özünü yaza bilərikmi dostlar? 7 yazsaq, 7 ilə 7 bir-birinə bərabər olacaq. Növbəti olaraq təkliklər mərtəbəsini müqayisə eləməli olacaq. 2 3-dən kiçikdirmi? Bəli, kiçikdir. Deməli, bu da şərt ödədir. 7-ni də yaza bilərik. Amma 8 yazsaq artıq 8 7-dən böyük olar. Şərt ödənməz. İndi bu rəqəmlərin cəmini tapa bilərik. 0, üstəgəl 1, üstəgəl 2, 3, 4, 5, 6, 7. Hesablayaq. 0 ilə 1, 1, 1 ilə 2, 3, 3 ilə 3, 6, 6 ilə 4, 10, 10 ilə 5, 15, 15 ilə 6, 21, 21 ilə 7, 28. Cavabımız oldu C variantında. Bərabər hissələrə bölünmüş modelə uyğun rənglənmiş hissəni kəsrlə yazın. Əvvəlcə görək bizim bu fiqurumuz neçə hissəyə bölünüb. Bunun üçün o sahəsini tapa bilərik, düzdür? 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. 5-i 6-ya vursaq, cəmi 30. 30 kiçik kvadrata bölünüb. İndi, baxaq. Bunlardan neçə dənəsi rənglidir? Gəlin başqa bir rənglə baxaq. 1 rəngli xana var, 2 rəngli xana var, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 xana rənglənib. 30-dan 12-si rənglənib. İxtisar eləyə bilərik, düzdür? Həm 12, həm də 36-ya bölünür. 12-ni 6-ya bölsək 2 eləyəcək, 36-ya bölsək 5 eləyəcək. Yəni, verilmiş fiqurun 5-də 2 hissəsi rənglənib. B variantı doğru cavabdır. 18 və 27 ədədlərinin neçə ortaq böləni var? Gəlin işimiz daha rahat olsun deyə onların hər ikisini sadə vuruqlara ayıraq. 2, 9, 3, 3, 3, 1. 27-ni də ayıraq. 27 3-ə bölündü, 9, 3-ə bölündü, 3, 3-ə bölündü, 1. Hansılar ortaqdır? 3 və yenə də 3. İndi düşünək. Həm 18, həm 27 1-ə bölünməlidir, doğrudurmu? Bundan başqa 3 onların ortaq vuruğudur. Yəni 3-ə də bölünəcəklər. Son olaraq 3 ilə 3-ün hasilinə də bölünməlidir, düzdür? Çünki hər ikisində var bu. Yəni 9-a da bölünməlidir hər ikisi. 1, 3, 9. Neçədən ortaq bölənlər oldu? 3 dənə. B variantı doğru cavabdır. 4853 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, aşağıdakılardan hansı alınır? 4853. Təkliklər, onluqlar, yüzlüklər. Yüzlüklər mərtəbəsində dayanıb 8. 8-dən sonra 5 gəlib. 5, 5-dən kiçik deyil. 5, 5-ə bərabərdir, düzdür? Ona görə də 8-i bir vahid artıracaq. 4900-ə yuvarlaqlaşmış olacaq. C variantı doğru cavabdır. Məktəbdə 1146 oğlanlardan 373 nəfər çox qız şagird var. Məktəbdə cəmi neçə şagird var? Baxaq, oğlanların sayı məlumdur, 1146. Qızların sayı neçədir bilmirik, amma oğlanların sayına, yəni 1146-dan 373 vahid çoxdur. Ən sonda isə bizdən məktəbdəki şagirdlərin cəmi sayı soruşulur. Yəni onları ən sonda toplayacaq. Gəlin əvvəlcə qızların sayını tapaq, çünki bizə məlum deyil. 1146 üstəgəl 373. 6 ilə 3 9, 4 ilə 7 11, 1 yazıram 1 yadda, 1 ilə 3 4, 1 də yadda 5, 1 də olduğu kimi düşür. 1519. Qızların sayını tapdıq. İndi onların cəmini tapmalıyıq. Kənarda toplayaq. 1146 üstə gəlinsin 1519. 6 ilə 9 15, 5 yazıram 1 yadda, 4 ilə 1 5, 1 də yadda 6, 1 ilə 5 6, 1 ilə 1 2. 2665. Sən demə məktəbdə cəmi 2665 şagird var imiş. D variantı doğru cavabdır. İfadənin qiymətini hesablayın. 7-də 2 üstə gəlinsin 14-də 5. Toplaya bilmək üçün ortaq məxrəcə gətirməliyik. 7-də 7 ilə 14-ün ortaq məxrəcə gətirmək üçün hər ikisini 14-ün ifadə edə bilərik, düzdür? 7-də 2 14-də neçəyə bərabərdir? 7-ni 14-də gətirmək üçün 2 dəfə artırmışamsa, 2-ni də 2 dəfə artıracam, eləyəcək 4. 14-də 4 üstə gəlinsin 14-də 5. Bu da bərabərdir 14-də 4 üstə gəlinsin 5. Yəni 14-də 9. C variantı doğru cavabdır.
539 litr zeytun yağı 19 litrlik qablara hər biri tam dolacaq şəkildə doldurularsa, neçə litr yağ artıq qalır? Bunu tapmaq üçün əvvəlcə 539-u 19-a bölməliyik. Gəlin bölək. 5-in içərisində 9 yoxdur. 53-ün içərisində 9 təxminən 2 dəfə olar. 2 dəfə 19 38-ə bərabər olacaq. 3-dən 8 çıxa bilmirəm. 5-dən birini verdim. 13-dən 8 çıxanda qaldı 5. 5-dən birini vermişdim, qalmışdı 4. 4-dən 3 çıxdım, qaldı 1. 9-u düşürdək aşağı. 159-un içərisində 9 gəlin əvvəlcə 8 dəfə yoxlayaq, görək neçə eləyəcək. 8 dəfə 9 72, 2 yazıram 7 yadda. 8 dəfə 1 8, 7 də yaddaydı 15. Bəli. 9-dan 2 çıxanda qaldı 7, 5-dən 5 0, 1-dən 1 0. 7 qaldı, düzdür, qalıq kimi. Deməli 539 litri 19 litrlik qablara boşaltsaq, 28 qab tam dolacaq, 7 litr də artıq qalacaq. Nə qədər artıq qaldı? Şərtdə bizdən artıq qalanı soruşurdu. 7 litr. D variantı doğru cavabdır. 5,9-da 2 qarışıq ədədini düzgün olmayan kəsr şəklində göstərin. 5,9-da 2. Məxrəc qalacaq 9. Sürət tapmaq üçün nə edəcəyik? 5-i 9-a vurub, üzərinə 2 gələcək. 5 vurulsun 9, üstə gəlsin 2. 9-u saxlayaq. 5 dəfə 9 45. 45-in üzərinə 2 gələndə 47. Cavabımız oldu C variantında. 9-da 47. Vasifin 17 manat daha artıq pulu olsaydı, onun pulu 4-ün kubuna bərabər olan ədəd qədər olardı. Vasifin neçə manat pulu var? Vasifin pulu nə qədərdir bilmirik. Gəlin ona x deyək. Amma 17 manat artıq olsaydı, yəni üzərinə 17 manat gəlsəydim, 4-ün kubuna bərabər olardı. Yəni 4 üstü 3-ə bərabər olardı. 4-ün kubu neçə eləyir dostlar? 64 eləyir, düzdür? 4 vur 4 vur 4 şəklində yazsaq, 4 dəfə 4 16, 16 dəfə 4 də 64 eləyir. Yəni Vasifin pulunun üstünə 17 gəlsək, 17 manat, eləyəcək 64 manat. Vasifin pulunu tapmaq üçün 64-dən 17 çıxmalıyıq. Kənarda alt-alta çıxaq. 4-dən 7 çıxa bilmirəm, altdan birini verdim. 14-dən 7 çıxanda qaldı 7. Altdan birini vermişdim, qalmışdı 5. 5-dən birini çıxdım, qaldı 4. 47. Deməli, Vasifin 47 manat pulu var imiş. A variantı doğru cavabdır. Aşağıdakı kəsirlərdən hansı digərlərinə bərabər deyil? Gəlin verilmiş kəsirlərin hamısını ixtisar eləyək. Görək onlar neçəyə bərabərdir. 15-də 12, həm 15, həm 12 3-ə bölünür. 12 3-ə bölsək 4 eləyəcək, 15-i bölsək 5 eləyəcək. Yəni 5-də 4-ə bərabərdir. 10, 8, hər ikisi 2-yə bölünür. 8-i 2-yə bölsək 4, 10-u bölsək 2-yə 5. Yenə oldu 5-də 4. 25-də 16. Dostlar, 25 ilə 16 ortaq bölənləri sadəcə 1 var. 1-dən başqa heç bir ədədə bölünmür onlar ortaq şəkildə. Yəni, ixtisar eləyə bilmirik bu kəsir. Olduğu kimi qaldı. 45-də 36-ya baxaq. Həm 45, həm 36 9-a bölünür. 45-i 9-a bölsəm eləyəcək 5. 36-ını 9-a bölsəm eləyəcək 4. 5-də 4. 5-də 4, 5-də 4, 5-də 4. Fərqli olan hansı oldu? 25-də 16. C variantı doğru cavabdır. İfadənin qiymətini hesablayın. 7-nin kubu çıxılsın, 4-ün kvadratı çıxılsın, 3-ün kubu. Baxaq, ifadədə əvvəlcə qüvvətə yüksəltmələr eləyəcək, düzdür? Daha sonra isə çıxma əməllərinə gələcək. 7-nin kubu neçə eləyər? 7 vur, 7 vur, 7. 7 dəfə 7 49 eləyir. 49-u 7-yə vursaq neçə eləyəcək? 7 dəfə 9 63, 3 yazıram 6 yadda. 7 dəfə 4 28, 6 da yadda elədi 34, 343. 4-ün kvadratı bilirik ki 4 dəfə 4 16 eləyir. 3-ün kubu neçə eləyir? 3 vur, 3 vur, 3. 3 dəfə 3 9, 9 dəfə 3 27. Aha, gəlin alt-alta çıxaq. 343 çıxılsın 16-ını tapaq əvvəlcə. 3-dən 6 çıxa bilmirəm, 4-dən birini verdim. 13-dən 6 çıxanda qaldı 7. 4-dən birini vermişdim, qalmışdı 3. 3-dən 1 çıxanda qaldı 2. 3 də olduğu kimi düşür. 327. Daha sonrası 327-dən də 27 çıxmalıyıq. Neçə eləyəcək? Əlbəttə ki, 300. Cavabımız oldu B variantında. Hasili tapın. 386 vurulsun 43. Alt-alta vuraq. 3 dəfə 6 18. 8 yazıram 1 yadda. 3 dəfə 8 24. 1 də yaddaydı 25. 5 yazıram 2 yadda. 3 dəfə 3 9. 2 də yadda 11. Üstə gəlinsin. 4 dəfə 6 24. 4 yazıram 2 yadda. 4 dəfə 8 32. 2 də yadda 34. 4 yazıram 3 yadda. 4 dəfə 3 12, 3 də yadda 15. Toplayaq. 8, 5 ilə 4 9, 1 ilə 4 5, 1 ilə 5 6, 1 də olduğu kimi düşür aşağı. Necə oldu? 16598.
C variantı doğru cavab. İfadənin qiymətini hesablayın. 8-də 3 üstə gəlsin. 1 tam 4-də 1 çıxılsın. 1 tam 2-də 1. Gəlin əvvəlcə bu düzgün olmayan kəsrlər, qarşıq ədədləri düzgün olmayan kəsrlərə çevirək. 1 tam 4-də 1-i 4-də, 1 dəfə 4, 4, üstünə də 1 gələndə 5. 4-də 5 kimi yaza bilərəm. 1 tam 2-də 1-i də 2-də, 1 dəfə 2, 2, üstə gəlir 1, 3 kimi. 2-də 3 kimi yaza bilərəm. Yəni ifadəmiz oldu 8-də 3 üstə gəlinsin. 4'də 5 çıxılsın. 2'də 3. 8, 4 və 2. Bu üçünün əkobu neçə olacaq? 8 həm 4-ə, həm də 2-yə bölündüyü üçün əlbəttə ki 8 olacaq. Yəni hər üç kəsir məxrəci 8 olan kəsir şəklində ifadə eləməliyik ki, toplama çıxma əməlini yerinə yetirə bilək. 8'də 3 üstə gəlinsin. 8'də 4'ü 8'ə gətirmək üçün 2 dəfə artırmışamsa, 5'i də 2 dəfə artıracağam 10. Çıxılsın 8'də. 2'ni 8'ə gətirmək üçün 4 dəfə artırmışamsa, 3'ü də 4 dəfə artıracağım 12. Artıq necə yaza bilərik? 8'də 3 üstə gəl 10 çıxılsın 12. 8'də 3 ilə onun cəmi 13, 13'dən 2, 12 çıxanda qalır 1. 8'də 1. Cavabımız oldu A variantında. İfadənin qiymətini hesablayın. Bilirik ki, əvvəlcə mötərizələrin neçə həll olunmalıdır. Doğrudur. Gəlin həll eləyək. 21 çıxılsın 3 vurulsun 4. 3 dəfə 4 12'yə bərabərdir. 21 çıxılsın 12 9 elədi. İkinci mötərizəyə baxaq. 5'in kvadratı çıxılsın 25. 5'in kvadratı 25'ə bərabərdir. 25 çıxılsın 25 elədi 0. Birinci mötərizə oldu 9, ikinci mötərizə oldu 0. Aparaq qoyaq yerinə 9 vurulsun 0. Üstə gəlinsin 3 üstü 4 çıxılsın 6 bərabərdir. Əvvəlcə qüvvəti yüksəldək. 3 üstü 4 neçə eləyəcək? 3 vur, 3 vur, 3 vur, 3. 3 dəfə 3 9, 9 dəfə 3 27. 27'nin 3'ə vuranda neçə eləyəcək? Gəlin vuraq. 3 dəfə 7 21 1 yazıram 2 yadda, 3 dəfə 2 6, 2 də yadda 8 81. 9 vurulsun 0, üstə gəlinsin 81, çıxılsın 6. 9 dəfə 0 elədi 0. 0 üstə gəl 81, çıxaq 6. 0 ilə 81'in cəmi 81, 81'dən 6 çıxanda qalır 75. Cavabımız oldu B variantında. 9 ilə 15'in əkobunu tapmalıyıq. Əvvəlcə hər ikisini sadə vuruqlara ayıraq. 3'ə böləndə 3, 3'ə böləndə 1. 15'ə ayıraq. 3'ə böləndə 5, 5'ə böləndə 1. Necə tapacaq əkobunu? Hər ikisinin ortaq vuruğu 3'dür, düzdür. İkisindən birini götürürük. Məsələn 9'u götürək. Daha sonrası digərində olub, yəni 15'də olub, 9'da olmayan vuruğu əlavə edirik. Hansı vuruqdur bu? 5. 9 vurulsun 5, 45. B variantı doğru cavabdır. A bərabərdir 4'də 3, B bərabərdir 3'də 2 və C bərabərdir 6'da 5 ədədlərini müqayisə edin. Deməli, 4'də 3, 3'də 2 və 6'da 5. Müqayisə eləyə bilmək üçün nə etməliyik? Əlbəttə ki, onları ortaq məxrəcə gətirməliyik. Necə gətirəcəyik? 4, 3, 6'nın ortaq məxrəcini necə taparıq? Onların əkobunu taparıq. Doğrudurmu? Gəlin tapaq. Əkob 4, 3, 6. Sadə vuruqlara ayıraq. 2, 2, 1, 3, 3, 1. 6 isə 2'yə bölünür, 3 qalır, 3'ə bölünür, 1 qalır. Hər hansı birini aparaq yazaq. Məsələn, 4'ə aparaq yazaq. 4'də olub, digərlərində olmayan hansı vuruq var? 3 var, düzdür, 3 yoxdur. Üstə gəl, başqa nə var? 2 var idi, 3 var idi. Bu qədər. 4 dəfə 3, 12. Deməli, əkobları 12-dirsə, hər ikisini məxrəci 12 olan kəsir şəklində yazacağım. Bərabərdir 12'də. İndi çevirək. 4'ü 12'yə gətirmək üçün 3 dəfə artırmışamsa, 3'ü dəfə 3 dəfə artıracağım, 9. 3'ü 12'yə gətirmək üçün 4 dəfə artırmışam, 2'ni də 4 dəfə artıracağım, 8. 6'nı gətirmək üçün 2 dəfə artırmışamsa, 5'i də 2 dəfə artıracağım, 10. Nə tapdıq? A 12'də 9 imiş, B 12'də 8 imiş, C 12'də 10 imiş. Məxrəcləri eynidirsə, sürəti hansı daha kiçikdirsə, o daha kiçik olacaq. Aralarında ən kiçik 8 B, daha sonra 9 A, ən sonda isə 10 C. B kiçikdir A-dan, kiçikdir C-dən. Cavabımız oldu C variantında. Tərəflərinin uzunluqları 36 və 45 metr olan düzbucaqlı şəklində bağın ətrafına eyni aralıqlarla ən az sayda bayraq dirəkləri bastırmaq istəsək, bayraqlar arasında məsafə neçə metr olmalıdır? Dostlar, ən az sayda bayraq bastırmaq üçün aralarındakı məsafə, bayraqlar arasındakı məsafə ən böyük olmalıdır, düzdür? Və
bu nə qədərdirsə məsafə 36 da həmin də bölünməlidir. 45 də bölünməlidir. Çünki ikisində də eyni aralıqlarla bastırmaq istəyir. Deməli, həm 36-nın, həm 45-in bölündüyü ən böyük bir rəqəmi tapmalıyıq. Başqa sözlə desək, 36 ilə 45-in əbobunu tapmalıyıq. Əbob 36, 45. Sadə vurğuları ayıraq. 2, 18 qaldı. 2-yə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. 45'e bölək, 3'ə böldüm 15, 3'ə böldüm 5, 5'ə böldüm 1. Ortaqları hansıdır? 3 və 3. Əbobunu necə tapacağım? Ortaqları bir-birinə vuraraq təbii ki də. 3 dəfə 3 bərabərdir 9-a. Cavabımız oldu C variantında. Məxrəci 9 olan düzgün kəsrlərin sayını tapın. Düzgün kəsr ola bilməsi üçün məxrəc sürətdən böyük olmalı. Düzdürmü? 9'da 0 deyə bir kəsr olmaz. 1-dən başlamalıyam. 9'da 1, 9'da 2, 9'da 3, 9'da 4, 9'da 5, 9'da 6, 9'da 7, 9'da 8, 9'da 9 yazsam 9 ilə 9 bir-birinə bərabər olacaq. Məxrəc daha böyük olmuş olmayacaq. Deməli, neçə dənə oldu? Ən maksimum 9'da 8 yaza bilərəm də. 8 dənə kəsir tapdıq. A variantı doğru cavabdır. 5, 3, 8 və 0 rəqəmlərinin hər birindən bir dəfə istifadə edərək yazıla bilən ən kiçik ədədi onluqlara qədər yuvarlaqlaşdırın. Verilmiş ədədin ən kiçik ola bilməsi üçün dostlar, təklik, onluq, yüzlük, minlik. Minliklər mərtəbəsində aralarındakı ən kiçik rəqəmi yazmalıyıq. Doğrudur. Aralarındakı ən kiçik 0-dır, amma ədəd 0-dan başlamaz. Ona görə də 0-dan sonra növbəti 3 gəlirsə 3 yazmalıyam. Yüzlüklər mərtəbəsində artıq 0 yaza bilərəm. Burada heç bir problem yoxdur. 5 ilə 8 arasında onluqlara 5-i, təkliklərə 8 yazmalıyam ki, ən kiçik ədəd alım. İndi bu ədədi deyir ki, onluqlara qədər yuvarlaqlaşdırın. Onluqlar mərtəbəsində 5 dayanır. 5-dən sonra 8 gəlib. 8 5-dən böyükdür. Ona görə də 5 bir vahid artırıb 3060-a yuvarlaqlaşdıracağım. A variantı doğru cavabdır. Aşağıdakı kəsirlərdən hansı 15-də 4 və 5-də 3 kəsirlər arasında deyil? 15-də 4 və 5-də 3 kəsirlərini gəlin ortaq bir məxrəcə gətirək. 15'i 4'e olduğu kimi saxlayaq. 5'də 3'ü məxrəci 15 olan 15'də 9 kimi yaza bilərik. Doğrudurmu? İndi deyir ki, hansı kəsir 15'də 4 ilə 15'də 19'un arasında deyil. Verilmiş variantları da məxrəci 15 olan kəsir kimi göstərək ki, bizim işimiz asanlaşsın. 3'ü 15'e gətirmək üçün 5 dəfə artırmışamsa, 1'i 5 dəfə artıracağım, 15'də 5. 5'i 15'e gətirmək üçün 3 dəfə artırmışamsa, 2'ni 3 dəfə artıracağım, 15'də 6. 3'ü 15'e gətirmək üçün 5 dəfə artırmışamsa, 2'ni də 5 dəfə artıracağım, 10. Sonuncu isə 15'də 8 kimi qalır. İndi 15'də 5, 15'də 6, 15'də 10, 15'də 8. Bunlardan hansı 15'də 4 ilə 15'də 9 arasında deyil? Əlbəttə ki, 15'də 10. Niyə? Çünki 10 9-dan böyükdür. Doğrudurmu? Yəni bu aralıqda deyil. Cavabımız oldu C variantında. İfadədən məchul A-nı tapın. Gəlin ifadəni olduğu kimi aşağı köçürdək. Daha sonra isə həll edək. Üstə gəlsin, altı vurulsun 10. Sol tərəfdə məchulum var, sağ tərəfdə isə hər şey məlumdur. Sağ tərəfi hesablaya bilərəm. Əvvəlcə vurma işarələri həll olunacaq, sonra isə ortadakı toplama. Onu 24'ə vuranda 240 eləyər, 6'ını ona vuranda 60 eləyər. Doğrudurmu? Sol tərəf olduğu kimi qalır. 240 ilə 60'ın cəmi 300'ə bərabər olacaq. 10 vurulsun, 24 ilə A-nın cəmi 300'ə bərabərdir. Vuruq, vuruq, hasil. 300'ü 10'a bölsəm, 24 ilə A-nın cəmini alaram. 310, bu da 30'a bərabərdir. Doğrudurmu? Yəni 24 ilə A-nın cəmi 30'a bərabər olmalıdır. A-nı tapmaq üçün 30'dan 24 çıxacam. Bu da 6'ya bərabər olacaq. Cavabımız oldu A variantında. Səbinə ilk gün kitabın 30'da 7 hissəsini, ikinci gün isə 5'də 3 hissəsini oxudu. O 2 gündə kitabın hansı hissəsini oxudu? Deməli, birinci gün oxuyub 30'da 7 hissə, ikinci gün oxuyub 5'də 3 hissə. Cəmi nə qədər oxuyub? Bunu tapmaq üçün əvvəlcə 30 ilə 5'i ortaq məxrəcə gətirməliyəm. 5 30'un böləni olduğu üçün hər ikisinin məxrəci 30 olan kəsir kimi ifadə edə bilərəm. 5'i 30'a gətirmək üçün 6 dəfə artırmışam. 3'ü 6 dəfə artıracağım, 18. Yəni 30'da 7 üstə gəl, 18. 7 ilə 18'in cəmi eləyir 25. Həm 30, həm də 25 5'e ixtisar oluna bilər. 25'i 5'e böləndə 5 qalır, 30'u 5'e böləndə 6 qalır. 6'da 5. Deməli, Səbinə 2 gündə cəmi 6'da 5 hissəsini oxuyub. A variantı doğru cavabdır.
A və B-nin cəmini tapın. Birinci tənliklə A ilə 341-in cəmi 7850 olub. A-nı tapmaq üçün 7850-dən 341 çıxmalıyam. Gəlin kənarda alt-alta çıxaq. 7850 çıxılsın, 341. Sıfırdan 1 çıxa bilmirəm. 5-dən birini verdim. Ondan 1 çıxanda qaldı 9. 5-dən birini vermişdim, qalmışdı 4. 4-dən 4 çıxanda qaldı 0. 8-dən 3 çıxanda 5. 7 olduğu kimi düşür. 7509. Sən demə A 7509 imiş. B-yə baxaq. 7583-dən B-ni çıxanda eləyib 6305. B-ni tapmaq üçün nə edəcəm? Azalan, çıxılan fərq. Məchul çıxılan tapmaq üçün azalandan, yəni 7583-dən fərqi, yəni 6305-i çıxmalıyam. Yenə kənarda alt-alta çıxaq. 7583 çıxılsın, 6305. 3-dən 5 çıxa bilmirəm. 8-dən birini verdim. 13-dən 5 çıxanda qaldı 8. 8-dən birini vermişdim, qalmışdı 7. 7-dən 0 çıxanda 7. 5-dən 3 çıxanda 2. 7-dən 6 çıxanda 1. B sən demə bərabər imiş 1278-ə. Son olaraq isə A ilə B-nin cəmini tapmamız istənilir. A neçədir? 7509. B neçədir? 1278. Bərabərdir. Kənarda alt-alta toplayaq. 7509 üstə gəlinsin 1278. 9-u 8, 17. 7 yazıram bir yadda. 0 ilə 7, 7. Bir də yaddaydı 8. 5 ilə 2, 7. 7 ilə 1, 8. Deməli, ikisinin bir yerdə cəm eləyəcək. 8787. Cavabımız oldu 8787. Verilmiş ədədin bütün bölənlərini yazın. Yəni ədəd tapaq. 10-un kvadratı eləyəcək 100 çıxılsın. 3-ün kubu 27. 4-ün kvadratı 16 vurulsun 3. Üstə gəl 1. 16-nı 3-ə vuranda eləyər 48. Yəni 100 çıxılsın. 27. Üstə gəl 48. Üstə gəl 1. Bir kənarda 27, 48 və 1-in cəmini tapaq. 7 ilə 8, 15, 15 ilə 1, 16. 6 yazıram bir yadda, 2 ilə 4, 6, bir də yadda 7, 76. Yəni 100 çıxılsın 76. Bu da bərabərdir 24-ə. 24-ün bölənlərini tapmağa çalışaq gəlin. Bunu tapmaq üçün bizə asan olsun deyə onu sadə vuruqlara ayıra bilərik. 12, 2, 6, 2, 3, 3, 1. Neçəyə bölünür? 2-yə, 3-ə, 2 ilə 2-nin hasilinə, yəni 4-ə, 2 ilə 3-ün hasilinə, yəni 6-ya, 2 vur 2 vur 2-yə, yəni 8-ə, son olaraq 2 vur 2 vur 3-ə, yəni 12-yə. Bundan başqa hansını unutduq? Əlbəttə ki, 1 ilə 24-ün özünü. Çünki özünə də bölməlidir və 1-ə də bölməlidir. Düzdür ədəd. Hansılar oldu? 1, 2, 3, 4, 6, 8, 12, 24. 3-də 2 ilə 9-da 2-nin cəmi 2,1 qarşıq ədədindən nə qədər azdır? Bunu tapmaq üçün nə etməliyik? 2,1-dən 3-də 2 ilə 9-da 2-nin cəmini çıxmalıyıq. Əvvəlcə mötərizənin içini həll eləyək. 3-də 2 üstə gəl, 9-da 2. Hər ikisinin məxrəci 9 olan kəsir şəklində göstərək. 3-ü 9-a gətirmək üçün 3 dəfə artırmışamsa, 2-ni də 3 dəfə artıracam, eləyəcək 6. 9-da 6 üstə gəl, 9-da 2. Bu da bərabərdir. 9-da 6 ilə 2-yə, yəni 8-ə. 2,1-i də gəlin düzgün olmayan kəsir şəklində göstərək. 2 dəfə 6, 12, üstünə də 1 gəlirəm, 13. Yekun olaraq yazırıq. 6-da 13 çıxılsın, 9-da 8. 6 ilə 9-u ortaq məxrəcə gətirməliyəm. Necə eləyəcəm bunu? Əlbəttə ki, onların əkobunu taparaq. Əkob 6, 9. 6-nı sadə vuruqlara ayırsam 2, 3, 3, 1. 9-u ayırsam 3, 3, 3, 1. Ortaqları sadəcə 3-dür. Gəlin 6-nı yazaq və 9-da olub 6-da olmayan, yəni bir dənə 3-ü də vuraq. Əkobları oldu 18. Deməli, hər ikisinin məxrəci 18 olan kəsir şəklində göstərəcəm. 6-nı 18-ə gətirmək üçün 3 dəfə artırmışamsa, 13-ü də 3 dəfə artıracam, eləyəcək 39, çıxılsın. 9-u 18-ə gətirmək üçün 2 dəfə artırmışamsa, 8-də 2 dəfə artıracam, eləyəcək 16. Yəni 18-də 39 çıxılsın 16. 39-dan 16 çıxaq gəlin kənarda. 9-dan 6 çıxanda 3, 3-dən 1 çıxanda 2. Cavabımız oldu 18-də 23.